Vibe coding nədir? Səhifəmizin əsas mövzularından biri olacaq olan vibe codingdən nəhayət danışmağa başladıq. Vibe coding bildiyimiz codingdən biraz fərqlənir. Klassik məhsul tərtibində əgər bir developer oturub əvvəlcə dizayn qururdusa, arxitektura qururdusa, daha sonra kod yazırdısa, vibe codingdə bir növ sadəcə axınla deyərək və yazaraq məhsul tərtib olunması anlayışına gəlir. Vibe codingi developerların hər hansı bir məhsulu tərtib edərkən süni intellekt alətlərindən istifadə etməyindən kənar saxlamaq lazımdır. Vibe codingi proqramlaşdırma biliyi olmayan və ya az olan birisinin daha az stresli bir şəraitdə sadəcə deyərək və ya yazaraq bir məhsulu o anki hissləri üzərindən inkişaf etdirməsidir. Developerlar və ya developera yaxın sahələrdə peşəkar olan adamlar vibe codingə qərəzlə yaxınlaşırlar. Hər nə qədər qərəzlərində haqlı olsalar da, düşünürəm ki, gələcəyin metodlarından biri olacaq və məhsul hazırlanmasını böyük ölçüdə dəyişəcək. Vibe codingin hal-hazırda ən ideal istifadə üsullarını sadalamaq istəyirəm. Birincisi, ideyan var, ağlındakını reallaşdırmaq istəyirsən, necə bir şey ortaya çıxacağını görmək istəyirsən. Bunun üçün vibe coding idealdır. 2. Prototiplər hazırlamaq istəyirsən. Sənin bir real məhsulun var və məhsulla bağlı olan kiçik ideyanı test etmək istəyirsən. 3. Şəxsi istifadə üçün və ya kiçik qruplar üçün istifadə olunacaq bir alət hazırlamaq istəyirsən. Bəs hansı layihələr üçün uyğun deyil? Bu arada bu uyğunsuzluq vibe codingin hal-hazırki vəziyyəti haqqındadır. Yəni gələcəkdə bu dəyişə bilər. Birincisi, uzunömürlü və çox böyük kütlə tərəfindən istifadə olunacaq məhsullar. İkincisi, bank, dövlət və ya məxfi istifadəçi məlumatları saxlayan tətbiqlər. Üçüncüsü, təhlükəsizliyin ciddi olaraq ön planda olduğu məhsullar. Bütün bu sadalanlarla yanaşı 2026-cı ildə vibe codingə sahib olduğumuz üçün minnətdar olmalı olduğumuzu düşünürəm və bu alət uzun müddətdə ortaya daha yaxşı məhsulların çıxmasına, mövcud məhsulların daha sürətli və daha keyfiyyətli formada inkişaf etdirilməsinə səbəb olacaq. Sağ olun, sağlıqla qalın.